Baxın, cənab prezidentim, mən sizə müraciət edirəm. Mən bir dənə güman yerim sizsiniz. Ona görə ki, bunlar hamısı qanunsuz iş görürlər. Bunların hamısını mən qısıq çəkirəm ki, siz görəsiniz. Ola bilər, onlar bunu gizlədər, amma bu vətəndaşlar, buranın sakinləri bunu gözəl görür. Elçin Subov nəyə görə bax buraları belə satıbdır? Bax bu qalib kimdir? Mən bilmirəm bu qalib kimdir. Bunun nə qədər pulu var ki, bu imkan vermir məndən. Biz kasıblarda pul qazanaq. Kimdir bu? Bax nəyə görə bax bunu belə? Hara baxırıq, bax bulardır, bax. Girə bilmirik, uşağımıza çörək qazana bilmirik. Sakin gəlir, vətəndaş gəlir, turistlər gəlir bura, turistik bölgədir. Bu vətəndaş Qarabağımızı biz inkişaf elətdirməliyik. Amma öz turistlərimiz gəlib qalıb Şalambomun çölündədir, bax belə, pul dərdindən. 25 manat, 30 manat, 50 manat, kasıb millətdir də. Bağlayıblar buranı, cəmaət keçib istirahət edə bilmir. Nəyə görə? Siz kimsiz, ay Elçin Subov? Siz kimsiz? Mən sizin üzünüzü görməmişəm, amma sizin adınız keçir burada. Siz kimsiz? Bir çıxınıza görə kimsiz? Və nə haqla bax bu torpaqları bax belə qısaq-qısaq götürüb satırsınız qalibə?